Heç düşünmüsünüzmü? Niyə vacib bir görüşün ortasında olsanız belə, tanımadığınız bir nömrədən zəng gələndə dərhal danışığı kəsib o telefonu açırsınız? Çünki o zəng potensial əlçatmazlıq daşıyır. Psixologiyada buna azlıq qaydası deyilir. Beyniniz düşünür, indi açmasam, bu şansı həmişəlik itirəcəm. Bir şeyin əlçatanlığı azaldıqca, onun bizim üçün dəyəri heç bir səbəb olmadan dərhal artar. Məhz buna görə şirkətlər sizə bu məhsulu alın demir. Son 3 məhsul qalıb, bu şansı qaçırmayın deyərək manipulyasiya edirlər. İnsanlar bir şeyi qazanmaqdan çox, əlindəkini itirməkdən qorxurlar. Məsələn, həkimlər siqaret çəkən birinə, buraxsan, ömrün 5 il uzanacaq dedikdə, bu işə yaramır. Amma buraxmasan, ömründən 5 il gedəcək dedikdə, insanlar qorxub siqareti atır. Bir şeyi sırf bitmək üzrədir və ya əlçatmazdır deyə istəməyin. Onun sizə həqiqətən lazım olub olmadığını sorğulayın. İtirmə qorxunuzun cibinizi və beyninizi qarət etməsinə icazə verməyin. Bu cür manipulyasiyalardan qorunmaq üçün bizi izləməyi unutmayın.